Salam hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka atelyesində çox maraqlı bir mövzu ilə yenə görüşünüzə gəlmişəm. Dəyərli müəllimlər, bizim bugünkü dərsimiz klassik qadın şalvarlarının hazırlanma mərhələsidir və hər nə qədər şifahi də olsa, istədim ki, bu prosesin yerinə yetirilməsini addım-addım sizlərə izah verim. Dəyərli müəllimlər, ilk olaraq qeyd edeyim ki, bilirsiniz ki, hər bir geyimin hazırlanmasında ilk mərhələ hazırlıq mərhələsidir. Bəs bu mərhələdə hansı proseslər yerinə yetirilməlidir? Gəlin baxaq. Əvvəlcə parçanın lazım olan materiallarını seçirik. Parça olaraq tez ütülənən, gigiyenik tələblərə cavab verən və kostyumluq parça olması tövsiyə olunandır. Lazım olan materiallar isə astarlıq parça, yapışqanlı ara qatı, zəncirbənd lenti və uyğun saplardır. İlk öncə deməli nə edirik? Parçanı üz-üzə olmaqla 2 qat səririk. Əgər parça xovlu və ya naxışlıdırsa, istiqamətə diqqət yetirməliyik. Daha sonra isə ülgüləri əriş istiqamətində tikiş paylarını nəzərə alaraq yerləşdiririk. Və bundan sonra gəlir ikinci mərhələmiz biçilmə mərhələsi. Biçilmə mərhələsində isə bildiyiniz kimi şalvar 2 ön, 2 arxa yarım hissə biçilir. Qarsaqlar həm ön, həm də arxa hissəyə köklənir, tikilir və orta xəttlərə doğru ütülənir. Nəmlənib isidilmə prosesi ilə parçaya forma verilir, uyğun ütü rejimi seçilməsi də məqsədə uyğundur və yoxlama mərhələsi aparılır. Yoxlama mərhələsində isə ilk yoxlamada bel xətti, qarsaqlar, cib yerləri nəzərdən keçirilir. İkinci yoxlamada şalvarın bədənə yatması, uzunluğu və bel düzülməsi yoxlanılır. Üçüncü yoxlamada isə əsasən oturacaq tikişi, addım sahəsinin düzgünlüyü diqqətlə dəyərləndirilir. Və sonra keçirilir ciblərin işlənilməsinə. İlk olaraq cibin altlığı və cibin kisəsi kəsilir. Daha sonra cib tikilir və baxıya tikişi vurulur. Bilirsiniz ki, bu tikişdə əsasən bərkidici məqsədlə istifadə olunur və cib kisəsi bel xəttinə və ya yan tikişlərə birləşdirilir. Və sonra isə bağlama və ya tikişlər istifadə olunur. Deməli, bağlama yeri əsasən yapışqanlı ara qatı ilə bərkidilir, zəncirbənd lenti ilə də tikilir. Sonra yan və ya addım tikişlər tikilir və ütülənir. Nəhayət oturacaq tikişi birləşdirilir və bəndlənir. Daha sonra kəmərlərin hazırlanma mərhələsidir ki, burada da kəmər əriş istiqamətində biçilir. Eni 7-8 sm olur və yapışqanlı ara qatı materialı ilə bərkidilir. Kəmər bel xəttinə tikilir, ikinci dəfə tərs üzünə çevrilərək birləşdirilir, sonra isə üzlərindən baxıya tikişi vurulur. Və yekun mərhələsi gəlir təbii ki. Burada da ümumi ütüləmə aparılır, bağlama üçün düymə və ya qarmaqlar tikilir və nəhayət şalvar tam hazır mərhələyə demək olar ki, gəlib çatmış olur. Və müşahidə olunan qüsurlar və düzəlişlər vardır ki, bəs gəlin görək bunlar hansı qüsurlardır. Buna ilk olaraq deyə bilərəm ki, əgər arxa hissədə dartılma varsa, bu zaman arxa hissə enləndirilməlidir. Arxa tikişdə büzüşmə olduqda oturacaq tikişi qısaldılmalıdır. Yan tikişə yönəlmiş büzüşmə olarsa, oturacaq dərinləşdirilməlidir. Qat xətti yan tərəfə düşübsə, ülgülərdə korrosiya aparılmalıdır. Ümumi büzüşmələrdə isə artıq parça tikiş salınaraq düzəliş olunmalıdır. Deməli, son olaraq müəllimlər, əgər bu video sizin üçün izahlı oldusa, faydalı oldusa, videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Suallarınızı, fikirlərinizi şərh bölməsində qeyd etməyiniz önəmlidir. Gələn videolarda görüşənə qədər müəllimlər, hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, hər biriniz dərslərimizdən yararlana bilərsiniz.